Salam, xoş gördük hamınızı. Yeni bir vlogda. Simit almışdıq. Biz hər dəfə Gəncəyə gedəndə, nəsə işimiz olanda Gəncəyə gedəndə oradan həmişə Bazar Store'dan simit alırıq. Bazar Store'un simiti çox qəşəng olur. İnanırsınız, hər dəfə ən azı bir 10 dənə alırıq. Bu dəfə 12 dənə aldıq. Çünki həm də üstündə hədiyyə verirdilər. 3 dənə alana biri hədiyyə idi. Ona görə bizdə 12 dənə alındı. Belə simit də olanda həmişə belə mən tosterdə eləyirəm, arasına pendir qoyuram, tosterdə qoyuram. O isinir, pendir də içində əriyir, çox dadlı olur. Özümə də belə elədim, qızlara da elədim ki, məktəbə gedirdilər, səhər yesinlər bundan. Səhər qızlar dərsə gedəndə hava hələ tam açıq olmur, biraz qaranlıq olur və hava da çox pis idi. Düzdür, videoda tam elə düşmür, amma duman idi, çiskin idi. Hələ mən çəkəndən sonra lap duman oldu. Hava da çox soyuq idi, artıq havalar soyuyubdu. Mən belə havanı çox sevirəm. Biraz soyuq olsun, yəni qışda hava belə olmalıdır. Mən belə düşünürəm ki, ona görə belə sevirəm hava belə olanda. Qışda gün çıxanda, isti olanda heç sevmirəm. Bir neçə gün belə soyuq oldu, indi artıq bugündən yenə gün çıxmışdı, hava çox isti idi. Heç demək olmaz ki, qışdır. Axır ki, mən balkonu silməyə gəldim. Neçə vaxtdır istəyirəm, amma alınmırdı. İndi videoda elə də yaxşı düşmür, amma balkon çox tozdur, çox. Axırıncı dəfə elə videoda, vlogda çəkəndə sildiyimdir. Elə hər dəfə siləndə deyirəm ki, hər gün siləcəm ki, çox tozlanmasın, amma alınmır. Qalır hər dəfə. Ne dedim bugün, düzdür, hava pisdir, yağış yağır. Dumandır, çiskindir, amma yenə də balkonu silirəm ki, vaxtım var, qoy silim, çünki sonra vaxtım olmayacaq, yenə qalacaq. Bunu da istəyirəm götürüm buradan, bunu götürüm, bütün tozlanıbdır, bunu eləyim, üstünə bunun klonka çəkərəm, skoçlayaram ki, küləksə də olsa çıxmasın, divanın üstü də tozlanıbdır, onu da gərək təmizləyim. Yarpaqları da yerdən götürüm birinci, sonra başlayayım silim. Balkon tərtəmiz oldu, sildim. Prosta hava soyuqdur deyə. Biraz gec quruyacaqdı. Günlü hava olan kimi mən silif yarısına çatana kimi baxırdım ki, sildiyim yer quruyubdu. Amma indi hələ ki belə sudur yer. Yavaş-yavaş quruyar yəqin. Burada elə belə saldım, klonka saldım ki, stol çox tozlanmasın. Belə, indi də gedim hamamı təmizləyim. Hələ ki vaxtım var işə getməyə. Hələ ki vaxt var, ona görə gedim hamamı da təmizləyim ki, işlərimdən azalsın. Yadınızdadırsa, mən bu gül mürəbbəsini keçən dəfə podvaldan gətirəndə çəkmişdim. Bu xarlamışdı. Görüm aça bilərmi? Hə, açdım. Bu xarlamışdı. Sadəcə 2 dənə gətirmişim deyə, o birisi xarlamamışdı. O yeyildi. İndi də bunu uşaqlar çox sevirlər. Səhər çörəklə bunu yeməyi. Sarı lap sevir. Bağçaya gedəndə səhərlər bundan verirəm, yeyir. Görürsünüz necə? Adətən xarlayanda mən görmüşəm, şəkər kimi olur. Amma bu belə daş kimidir. Bunu yemək mümkün deyil. Ona görə indi mən burada belə su almışam bu qabın içinə. Soyuq sudur. Soyuq su almışam ki, bu banka partlamasın qaynayanda. İndi bunu qoyuram bunun içinə. Altını da yandıracağım ki, həmin su isinənə kimi də bu da yavaş-yavaş su isinib qaynayacaq. Bu da yavaş-yavaş artıq xarı əriyəcəkdir. Sabaha hazır edirəm ki, səhər inşallah uşaqlar səhər yeməyində bir dənə istəyərlər. Qaynadı oje.
Bayaqdan götürmüşəm. Biraz soydu, dedim soysun. Sonra çıxarda bilim çünki qaynar çıxartmaq olmur. Eski qoyum. Burada da yumurta qoymuşam. İndi piroq eləyəcəm uşaqlara. Kukuşka piroqu videosunu da çəkəcəm. İnşallah paylaşaram bir neçə günə. Bu da hazırdır. Amma istidir. Açdım bunu indi belə. Hələ ki istidir, düstü də çıxır. Bax görürsüz necə əridi. Savsim bütün o şəkər əridi. İçindəki xar belə mürəbbəb oldu. Niyə elə xarlamışdı bilmirəm yekə-yekə. Çünki mən xar görmüşəm həmişə xarlayanda belə də şəkər kimi olur içi. Mən də xoşlayıram onu, həmişə elə yeyirəm. Amma bu nətəri xarlamışdısa yemək mümkün deyil də. Onu adamın dişi ağrıyır onu elə yeyəndə. Ona görə qoydum belə biraz qaynadı, açıldı. İndi də nərdivan gətirdim, çıxım mətbəxin pərdələrini sökmək istəyirəm. Neçə vaxt istəyirəm, dekabra saxlamışdım ki, dekabrda eləyərəm, bayrama yaxın. Ona görə elə indi eləyirəm. Yuyulmaq vaxtıdır. Görün bunu çıxarda bilirəm buradan. Nəsə ilişib qalıb orada. Hə, çıxdı. Birində var. Sarın da büyün bağçaya aparmamışam. Üstündə salıb biraz narahatdır, burnu axır. Dedim qalsın evdə. Burnu tez-tez təmizləyim ki, düzəlsin. Ona görə aparmadım. O da bayaqdan beləcə mənə bütün işlərimdə nüfət eləyir, qoymur eləyir. Bunu çıxartdım, indi də o birisinin pərdəni də çıxardım. Çırpım qoyum, yolsun. Bugün də hava yaxşıdır. Gün çıxıbdı deyə mən də pastelləri yudum sərdim ki, qurusunlar. Güllərimiz də belə açıblar. İndi gedib onlara, orada yağış suyu var, gərək onları verim. Pərdələri çırpdım, hamısını qattaladım. Hamısını bir yerdə yumaq istəyirəm. İndi paraşoku da töküm. Bir yerdə yuyacam çünki azdılar. Tək-tək olmasınlar. Vaxt da çox getməsin. Ona görə beləcə qoydum. Hamısı birlikdə yuyulsunlar. Sonra da mən elə çıxardan kimi sulu da üstünə sərirəm. Yarım saatlığa qoyuram çünki elə bir şey də yoxdur, kiri də yoxdur. Ona görə 40 dərəcədə yusun. 2 dəfə suya çəksin, 400-də də sıxsın. Çox bərk sıxmağa qoymuram ki, onda çox qırışdırır. Elə belə yaxşıdır, 400-dəcə sıxsın. Düşdüm güllərimə su verim, yağış suyu yığılıbdı orada xeylaq. Neçə gün yağış yağdı, düz elə güclü yağmadı, amma yağırdı deyə biraz da olsa suyu yığılıbdı orada. Gedim o suyu götürüm, birinci gətirim. Bu yağış suyu deyil, bu bakda olanda bura gəlir, tökülür o sudur. Bunu başqasına verim. Bunu buradakılara verəcəm. Onsuz da bunların nəmdi dibləri yağış yağdı deyə bunların dibləri nəmdi. İndi gedim burada gülün ləçəkləri tökülübdü. Gərək bunları da gəlim süpürüm. İndi burada amma elə də çox su yoxdur. Yenə də biraz da olsa götürüm, aparım. Onlara yağış suyu verim, xeyirdir. Yağış suyu. Havalar nəm keçirdi deyə heç elə sulamağa da ehtiyac yox idi. Güllərin çoxunu ev aparmışıq deyə
Burada az qalıbdı. Все. Elə bu qədər su bas elədi. Heç bunların dibləri nəmdir. Elə də ehtiyac yoxdur. Все. Belə. İndi gedim o qalan suyu da başqalarına verim. Sizlə də burada sağollaşım. Bu vlog artıq bitir inşallah. Gələn vloglarda görüşənədək. Sağ olun.